Ayna və Aynanın sədri Anar Rzayev. Sizinlə hansı dildə danışmaq lazımdır? Məsələn, ingilis dilindəmi, ermənicəmi, yoxsa quşların dilində, bəlkə Morse əlifbasında yazmalıyıq? Yəni, hansı dillə sizə müraciət etsək, bizim şikayətlərimizə baxarsınız. Masazıra işləyən 569 nömrəli avtobus sərnişinlərə, vətəndaşlara sözün əsl mənasında zülm edir. Hər gün vətəndaşlar yolda qalır. Yəni 569 nömrəli avtobusun öhdəsindən gələ bilmirsinizmi? Hansı şirkətə veribsiz bu avtobusu? Görürsünüz, bacarmırlar, işlədə bilmirlər. Deməli, siz aidiyyatı dövlət qurumu olaraq bu məsələni ciddi nəzarətə götürməlisiniz. Bütün halda vətəndaşlar hər gün 569 nömrəli avtobusla bu sıxıntını yaşayırlarsa, bu problemin bir şəkildə həll olmalıdır. Ya şirkətin əlindən alın bu avtobus xəttini, yeni bir tender elan edin, vətəndaşlara layiqincə nəqliyyat xidməti göstərəcək bir şirkətə verin. İnsanlar 50 qəpik ödəyirlər, ödədikləri pulun qarşılığında ya ayaq üstə gedirlər, ya da yolda qalırlar. Niyə? Bəlkə sizin üçün 50 qəpik böyük bir pul deyil, Anar müəllim, amma ayda 350, 400, 500 manat maaş alan vətəndaş üçün bu çox ciddi bir məbləğdir. Nə üçün vətəndaşlar normal nəqliyyat xidməti görə bilmirlər? Baxın, biz nanotexnologiyalar dövründə yaşayırıq, süni intellekt dövründə yaşayırıq. Eldar Əzizov o gün kanatdan danışırdı. Amma adi bir avtobus xidmətini görə bilmirlər. Bu qədər vətəndaş şikayəti var. Heç mi Ayna bunu eşitmir? Anar müəllim, bu qədər şikayətin biri də sizə gəlib çatmır. Ayna nə vaxta qədər bütün şikayətlərə qulağını tıxayacaq? Və sizin gördüyünüz iş nədən ibarətdir? Aynanın bizə göstərdiyi, yəni bütün dövlət qurumlarının və məmurların əsas vəzifəsi xalqa, vətəndaşlara xidmət etməkdir. Xidmətiniz nədən ibarətdir? Parklanma üçün pul yığmaq və cərimə toplamaq. Bəs insanların bu nəqliyyat xidmətini kim ödəməlidir? Kim qarşılamalıdır? Bu qədər şikayətin qarşısında kim dayanmalıdır? Yəni vəzifə bu qədər önəmlidir ki, yüzlərlə, minlərlə vətəndaşın haqqına girirsiniz, şikayətini dinləmirsiniz. Hələ mən kondisioner məsələsinə toxunmuram. Sadəcə bir məntəqədən başqa bir məntəqəyə getməkdən danışıram. Sadəcə getməkdən danışıram. Anar müəllim, bir dəfə gedin 569 nömrəli avtobusa minin. Narahat olmayın, dünya dağılmaz. Gedin bir dəfə minin. Görün, bu vətəndaşlar, eləcə də mən haqlı şikayət edirəm, yoxsa yox. Bunu öyrənmək elə çətin məsələ deyil ki. Siz bir məmursuz. Vətəndaşa xidmət etmək üçün təyin olunmuş məmursuz. Sizin işiniz, vəzifəniz vətəndaşa xidmət etməkdir. Vətəndaş sizə xidmət etməli deyil. Aldığınız yaxşı bir maaş var. Baxın, o maaşın haqqını ödəməlisiniz. Və əziz dostlar, son olaraq onu demək istəyirəm ki, hansı məmur olursa olsun, əgər yaratmaz bir fəaliyyəti varsa, yüzlərlə, minlərlə vətəndaşı bu dövlətdən narazı salırsa, onlar bizim prezidentimizə dəstək deyil, sadəcə yükdülər, yük.